deyirsən ki, Yapon maşınları daha dözümlüdür. Dözümlü. Yapon maşını dözümlüdür bir mənalı şəkildə və mən də bunu onunla əlaqələndirirəm ki, Yaponlar ümumiyyətlə avtomobildə texnologiyalar ki var, avtomobilin içərisində olan mühərrik alqoritmi və yaxud da ki, içində olan elektronika və s. bunları çox gec-gec dəyişirlər. Hətta indi də bir Yapon maşınına oturanda müqayisə üçün 10 il öncəki maşınlara oxşayır. Və bu o qədər təkmilləşir, eyni vəziyyətdə qalır ki, yeni texnologiya etmirlər. Yəni yeniləmirlər daha doğrusu. Köhnə texnologiya qalır. Məsəl üçün bu Prado'nun motoru vardı. İllər boyu 10 il, 15 ildə eyni motor qalır. Sadəcə azca yanacaq alqoritmini dəyişirlər, eyni motor qalır. O motoru da artıq o qədər təkmilləşib ki, ona heç nə olmur. Hətta neynəsinlər? Qızıl ortanı tapıblarsa, neynəsinlər? Düzdür, gücü artıra bilərlər. Yanacaq sərfiyyatını azalda bilərlər, çəkini azalda bilərlər. Amma etmirlər. Niyə etmirlər? Etmirlər çünki satılır bu belə. Ehtiyac yoxdur. Niyə satılır? Çünki onlar onu eləsələr, əlavə problemlər ortaya çıxacaq. Düzdür? Yəni, əlavə hər hansısa bir, deyək ki, atmosfer mühərriyə, gücünü artırmaq üçün hər hansısa bir turbin və s. qoysalar, bu o deməkdir ki, əlavə xərc artır. Onlar da onu etmirlər. Avtomobil sənayesi inkişaf elədi. Yəni, mühərrik, daxili yanma mühərriki, giriş kollektoru, hava gəlirdi, yanacaq gəlirdi, Porsche silindir işləyirdi, Porsche silindir daxilində bir güc yaranırdı. Turbo qoşdular, Vanos qoşdular, Valvetronic qoşdular, giriş-çıxış kollektorları dəyişdi. Ümumiyyətlə, birbaşa direct injection, qaz layında GDI motorlar gəldi. Hər təzə gələn texnologiya, hər təzə problem mənbəyidir. Düzdür, bütün bunlar əslində indi bütün maşınlarda var. Amma onların baxır hansı həddidə? Bunları bazarda, avtomobil bazarında bir pionerləri oldu, onlar eləyənlər. Sonra da followerlar oldu. Məsəl üçün, baxdı, gördü ki, nəyisə Mercedes eləyib. Onlar da artıq o edib təkmilləşəndən sonra texnologiyanı götürüb özləri edildilər. Və yaxud da ki, vaxt verdilər, gözlədilər ki, o özü təkmilləşdirsin, bir yaxşı, yüksək səviyyəyə gətirib çatdırsın. Ondan sonra hazır alqoritmi deyək, yaxud da ki, hazır o cihazı hansısa avtomobilə əlavə olunub, onu özləri tətbiq edədilər. İndi Yapon maşınlarından danışırıqsa, bu Yapon maşınları heç bir emosiyası olmadan, bu bizə prosta ki, sadə nəqliyyat vasitəsi kimi, mən belə baxıram. Yəni, bugünkü gün odur. Yəni, çünki mən Yapon maşınını sürəndə heç vaxt ondan Avropada olan avtomobildən idarə olunma həzzi ki var, onu ala bilmirəm. Yəni, bu mümkün deyil, bu yoxdur belə bir şey.